Hz. Muhammed sallallahu aleyhi ve sellem'dən rəvayət olunan bir hədisdə belə buyurulur. Təmim-üd-Dar adlı xristian bir kimsə vardı. Gəlib beyət etdi və müsəlman oldu. O, mənim Məsih-i Dəccaldan rəvayət etdiyimə uyğun bir əhvalat danışdı. Mənə dedi ki, Təmim bir gəmiyə minib dənizə çıxır. Yanında Ləhm və Cüzam qəbilələrindən 30 adam vardı. Hava pis idi. Bir aya yaxın dənizin sərt dalğaları dayanmadı. Nəhayət, günəş batana yaxın bir adaya yaxınlaşdılar. Gəminin qayıqlarına minib adaya gəldilər. Bu vaxt qarşılarına çox tüklü, qəribə bir məxluq çıxır. Həmin məxluqla danışmağa başlayırlar. Sən kimsən? Deyə soruşurlar. Mən cəssasıyam deyə cavab verir. Bu monastıra doğru gedin. İçində bir adam var. O sizə hər şeyi xəbər verəcək. O, belə bir cavab verəndə biz onun şeytan olmasından qorxduq. Tez qaçaraq monastıra girdik. İçəridə bir adam vardı. Yaradılışca gördüklərimizin ən irisi idi. Əlləri boynuna, dizlərindən topuqlarına dəmirlə sıx bağlanmışdı. Sən kimsən deyə soruşduq. Mənim xəbərimi aldınız. İndi mənə deyin, siz kimsiniz deyə cavab verdi. Biz bir qrup ərəbik, gəmidəydik. Dənizin coşqun vaxtına rast gəldik. Dalğalar bizi bir ay dənizdə ora-bura apardı. Sonra bu adaya yaxınlaşdıq. Qayıqlarla bura gəldik. Hədsiz tüklü bir heyvanla rastlaşdıq. Tükünün çoxluğundan başı harası, arxası harası almaya bilmədik. Bəs sən kimsən dedik. Cəssasəyəm dedi. Cəssasə nədir dedik. Monastırdakı adamdan soruşun deyə cavab verdi. Biz də qaçaraq sənə gəldik. Onun şeytan olmasından əmin deyildik. Buna görə çox qorxduq. İri, cüssəli, qeyri-adi adam bizdən soruşmağa davam etdi. Mənə Beysan xurmalığından xəbər verin. Onun nəyindən xəbər soruşursan dedik. Mən onun ağacından soruşuram. Meyvə verirmi? Bəli dedik. Elə isə meyvə verməmə vaxtı yaxındır. Mənə Taberiya gölündən xəbər verin dedi. Onun nəyindən xəbər istəyirsən soruşduq. Onun suyunun çəkilməsi yaxındır dedi. Mənə ümmilərin peyğəmbərindən xəbər verin. O nə etdi? Deyə qəribə insan soruşdu. O Məkkədən çıxıb Yəsribə, Mədinəyə yerləşdi deyə cavab verdik. Ərəblər onunla döyüşdümü? Biz bəli dedik. Onlara qarşı nə etdi deyə soruşdu. Onunla vuruşanlara qalib gəldi. Ərəblər ona itaət etdi dedik. Bu onun üçün daha xeyirlidir dedi. Mən indi özümü sizə tanıdaram. Mən Məsih-i Dəccalam. Çıxış üçün mənə izin verilmə zamanı yaxındır. O vaxt çıxıb yer üzündə dolaşacağam. 40 gün içində girmədiyim yer qalmayacaq. Məkkə və Taybə, xaric. Bu iki şəhər mənə haramdır. Onlardan birinə nə vaxt girmək istəsəm, əlində qılınc bir mələk məni qarşılayar. Ora girməyimə mane olar. Onların hər bir keçidində bir mələk vardır. Onları qoruyar. Rasulullah sallallahu aleyhi və səlləm bu hadisəni danışdıqdan sonra əlindəki ağacla minbərə xəfifcə vuraraq Taybə buradır, yəni Mədinədir deyə bildirir. Rasulullah sallallahu aleyhi və səlləm Təmim-üd-Darinin rəvayətinin mənim sizə Dəccal haqqında dediklərimlə üst-üstə düşməsi xoşuma gəldi deyə bildirdi. Biləsiniz, o Şam dənizində və ya Yəmən dənizindədir, şərq tərəfdədir. O, şərq tərəfindən zuhur edəcəkdir deyə əli ilə şərq tərəfə işarə etdi. Məlumat üçün bildirək ki, Dəccal haqqında bir çox rəvayətlər var. Rasulullah sallallahu aleyhi və səlləmin bir hədisində Dəccal çıxdığı vaxt bərabərində su və atəş olacaq. Bir şey var ki, insanların atəş olaraq gördüyü şirin su olaraq gördüyü isə yandırıcı atəş olacaq. Sizdən kim o günə çatsa, insanların atəş olaraq gördüyünü qəbul etsin. Əbu Səid əl-Xudri radiyallahu anhdan rəvayət olunan bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur. Dəccal çıxdığı hər hərəkəti ilə insana oxşayar. Onun anında kafir sözünü əmələ gətirən kəfərra hərfləri olacaq. Onun sağ gözü məhz edilir. Göz hədəqəsi yoxdur. Səhabələr buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm Dəccaldan danışanda biz elə zənn etdik ki, sanki Dəccal bu dəqiqə bizim yanımızdadır. Günorta sallallahu aleyhi və səlləmin yanına getdiyimizdə üzümüzdəki ifadədən anlamışdı bunu. Bizə dedi ki, sizə Dəccaldan daha çox qorxduğum bir başqası var. Əgər mən sizinləykən Dəccal çıxsa, ona qarşı mən varam. Mən yoxkən olsa, hər kəs öz nəfsini qoruyacaq. Şübhəsiz Dəccal çox qıvrım saçlı, partlaq gözlü bir gəncdir. Şam və İraq arasında bir yoldan çıxacaq. Hər yerdə fəsad çıxaracaq. Ya Rasulullah, onun dünyada qalma vaxtı nə qədərdir deyə soruşduq. Rasulullah sallallahu aleyhi və səlləm 40 gündür. Bir gün bir ay qədər, bir ay bir il qədər uzun olar.
deyə buyurdular. Rasulullah sallallahu aleyhi və səlləm sonra davam etdi. Dəccal arxasına rüzgarı almış yağış kimidir. Bir qəbiləyə gəlib onları öz yoluna çağıracaq. Ona uyarlarsa göyə əmr edəcək, yağış yağdıracaq. Yer üzünə əmr edəcək, bitki bitirəcək. Orada otlayan heyvanlar boyları ən uzun, ən çox ətli, südlü olacaq. Başqa bir qəbiləyə uğrayıb onları öz yoluna çağıracaq. Onlar Dəccala uymayacaqlar. Dəccal onların mal-mülkünü əllərindən alacaq. Həmin cəmaət yoxsullaşacaqlar. Heç nələri qalmayacaq. Bir adamın öldürülməsini əmr edəcək və onu 2 parçaya ayıracaq. Sonra çağırdığında həmin adam gülərək gələcək. Bu zaman Allah Məryəm oğlu İsa'nı dirildəcək. İsa əleyhissalam Şamın şərq hissəsində bəyaz minarənin yanına əlini 2 mələyin qanadları üzərinə qoymuş halda enəcək. Dəccalı axtaracaq və Lüddə şərqi qapısının yanında tapıb öldürəcək. Elə bu vaxt Allah İsa əleyhissalama vəhy edəcək. Mənim qullarımdan elələrini ortaya çıxartdım ki, onlarla savaşmağa sənin gücün yoxdur. Qullarımı uzaqlaşdırıb Tura apar. Sonra Allah Yecüc və Məcücü dirildəcək.